Musiqi sevgidir, ondan doymaq olmur. Onunla yaşanılır. Musiqi duyğu və hisslərin xüsusi ötürülmə formasıdır. Bu mənada müxtəlif musiqi əsərlərində bir xalqın düşüncə tərzi, tarixi və mədəniyyəti əks olunur. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Akademik Filarmoniyanın səhnəsində növbəti çıxışı da Azərbaycan xalqının musiqi mədəniyyətinin zənginliyi daha nümayiş etdirdi. Konsertdə Ukraynalı bəstəkar Alemdar Karamanovun fortepiano konserti ilk dəfə səsləndi. Çok sevirəm filarmoniyamızı, bizim orkestrimizi ve bu eser, özellikle bugün çaldığım eser, onun da bir macerası var diyebilirim. Çünkü bu bestekarın Alemdar Karamanov, Kırım Türklerinden bir bestekar. Onun eserlerinden birilerini 1989'da çalmışım. Gülşen Hanım, Azərbaycan Fortepiano Məktəbinin çox böyük və dəyərli bir ismidir. Və uzun illərdir Azərbaycan Fortepiano Məktəbin dünyada təqdim edir, yüksək səviyyədə, fərqli ölkələrdə. Və görürsünüz nə gözəl bir təşəbbüslə Bakıya buyurub bu dəfə də. Proqramda dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər, əməkdar artist Gülşən Əlnağıyeva və Məhəmmədəli Paşazadənin ifasında bir-birindən maraqlı musiqi nömrələri təqdim olundu. Alemdar Karamanovun konserti ilə yanaşı Claude Debussy-nin klarnet və orkestr üçün bir nömrəli rapsodiyası, Dəniz, 3 simfonik eskizi və digər musiqi əsərləri tamaşaçılarda xoşovqat yaşatdı. Hər bir konsertin özəl cəhətləri olur. Orada tanış əsərlər, sevdiyimiz əsərlər də səslənə bilər, sevdiyimiz ifaçılar da ola bilər. Amma hər bir konsertin mənə elə gəlir ən maraqlı cəhəti yeni bir əsərin səslənməsidir, yeni adın kəşfidir və əlbəttə bu gözəl bir ifadə təqdim olunursa iki qat biz bir sevinç hissi yaşayırıq. Uzun illərdir musiqi mədəniyyətimizin inkişafı istiqamətində fəaliyyət göstərən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bugün də ənənəyə sadiq qalır. Kollektiv yerli və xarici festivallarda ölkəmizi uğurla təmsil edir. Emil Məlikov, Çingiz Qəniyev, Seymur Novruzov, Ramilə Sultanova, Mədəniyyət xəbərləri.